Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Bugün sizin üçün OTK kurslarının 28 iyun 2026-cı ildə keçirilən blok sınağının tarix fənninə aid olan sualların izahatı ilə tanış edək, suallarımıza keçirək. Burada qeyd edilir ki, uyğunluğun müəyyən edin. Qacarlar dövlətinin qazandığı uğurlar 1-ci Rus-Qacar müharibəsində və 2-ci Rus-Qacar müharibəsində. Deməli, Qarababa döyüşündə bəli, qələbə qazanıblar. Şahbulaq döyüşündə də qələbə əldə ediblər. Lakin Zəyəm döyüşündə, Zəyəm döyüşündə məğlub olublar, götürə bilmərik. İkincisinə baxırıq, 2-ci Rus-Qacar müharibəsində Qacarların uğur qazandığı. Şamaxı və Şəki ərazinin ruslardan təmizlənməsi, Şamaxı, Şəki. Cavanbulaq döyüşündə yenə məğlub olublar. Şuşa qalası mühasirəsində məğlub olublar. Deməli, birincisində olur AB, ikincisində isə A variantı doğru cavab olacaqdır. Deməli, burada AB və A, yəni Y variantında doğru cavabımız verilir. Digər 62-ci sualda qeyd edilir ki, sxemi tamamlayan düzgün cavab müəyyən edin. Qacarlar dövlətinin ilk anti-imperialist olan hərəkatı və 1904-cü ildə Balaxanı kəndlərindən başlayan ümumi tətil. Deməli, birincisində Talbotun tütün inhisarına qarşı idi. Bu 1891-ci ildə olan hərəkatdan söhbət gedir. Digərisi 1904-cü ildə baş verən hərəkatdan söhbət gedir. Silah gücünə yatırılaraq işlətçiləri divan tutuldu, xeyri yanlışdır. İnhisarçı qüvvələr ali ucuz taxıl satmağa məcbur oldular. Bu da yanlışdır. Burada neft sənayesindən bağlı deyildi. Talbotun tütün inhisarına qarşıdır məsələn. Rus ordusunun ölkədən çıxarılmasına nail oldu, yanlışdır. Burada etirazçıların tələbləri yerinə yetirildi. Məsələn, Talbotda o verilmiş hüquqlar ləğv olundu. Burada da məsələn deyək ki, 1904-cü ildə müştərək müqavilə bağlandı və beləliklə fəhlələrin deməli verdiyi tələblər yerinə yetirilmiş oldu. Ona görə də Y variantı uyğundur. 63-cü sualda qeyd edilir ki, xəritədə rəqəmlərlə işarələnmiş rayonlardan fərqli olaraq ulduzla işarələnmiş rayona aiddir. Deməli, xəritədə rəqəmlərlə işarələnmiş rayonlardan fərqli olaraq ulduzla işarələnmiş ərazi. Ulduzla işarələnmiş əraziyə diqqətlə baxırıq. Xocalı ərazisi göstərilib. Deməli, həmin ərazi Xocalı, Xocavəndə yaxın olan Xocalı ərazisi. Deməli, burada 2-də, 1-dən 2-də Laçın və Cəbrayıl rayonları verilib. İndi burada qeyd edilir ki, onlardan fərqli olaraq ulduz işlənmiş rayona aiddir. 2023-cü ilin aprel ayında Ərazisin sərhəd keçid məntəqəsi quruldu. Sərhəd keçid məntəqəsi Laçında quruldu. Bu yanlışdır, Xocavəndə aid deyil. Rayon mərkəzi lokal antiterror əməliyyatı nəticəsində azad edilir. Bəli, doğru cavabımız B variantıdır. 44 günlük Vətən müharibəsində hərbi əməliyyatlar buradan başlandı. Xeyr, bu da yanlışdır. 1-ci Qarabağ müharibəsində böyük bir hissəsi işğal, 1-ci Qarabağ müharibəsində böyük bir hissəsi işğala məruz qaldı. Bütövlüyü də işğal olundu. Üç tərəfli bəyanat etsən döyüş aparmadan azad olundu. Bu ümumiyyətlə Xocalıya aidliyi yoxdur. Deməli, uyğun cavabımız elə B variantıdır. Digər 64-cü sualda qeyd edilir ki, onun əsas hədəfi Oğuz birliyini qoruyub saxlamaq idi. Bizansdan ittifaq quran xristian hakimləri məğlub edilərək Tiflis, Ani və Qars şəhərlərini ələ keçirdi. Digər böyük qələbələri içərisində Anadolu əbədi olaraq türk torpağına çevrildi. Bu, Alp Arslana aid olan xüsusiyyətlər verilib. Deməli, Arslana aid olan xüsusiyyətlər. Qeyd edilir ki, böyük Səlcuq dövlətinin tarixinə aid olan digər tarixi mətnə bəhs edən hökmdardan fərqli olaraq 1-ci Məlikşah. Və 1-ci Məlikşahın Alp Arslandan fərqli cəhətini soruşur bizdən. Nizamülmülk vəzir təyin olundu. Bəli, bunu götürə bilərik. Xassı yüklərin qarşısı alındı. Bu yanlışdır. Paytaxtı İsfahana köçürüb götürə bilərik. Məlikşah paytaxtı köçürüb. Qaraxanlarla üzərinə yürüş həksinə var idi, götürmürük. Fələstin və Suriya fəth edildi. Fələstin və Suriya fəth edildi. Nizamülmülk vəzir təyin olundu. Deməli, burada 2 ilə 4 yanlışdır. 2 ilə 4-ü götürmürük. 2 ilə 4. Burada 3-5 yoxsa 4-5 uyğundur. Məlum məsələdir ki, burada 3-5 uyğun olar. Yəni 4 yanlış idi. 3-5, yəni B variantında doğru cavabımız verilib. 3-5. Nizamülmülkün vəzir təyin olunması oxşar cəhətdir. Deməli, uyğun cavabımız oldu. 3 ilə 5 doğru cavab.
paytaxt İsfahana köçürüb, Fələstin və Suriya fəth edildi. 64-ə baxdıq, növbəti 65-ci suala baxsaq. 65-ci sualda da qeyd edilir ki, burada Fransanın orta əsrlər tarixinə aid cədvələ düzgün cavablar müəyyən edin. Feodalların təsərrüfatının məşğul olmaq imkanının azalması, kəndlərə icarə verilməsi, paylanması yanlışdır bu. Ölkənin cənub-şərq hissəsinin İngiltərə işğalına məruz qalması, cənubda şəhərlərin xarici ticarət əlaqələrinin genişlənməsi. Xeyr, bu xasta yürüşlərlə bağlıdır. 1 ilə 2 yanlışdır. Məlum məsələdir ki, burada 3-dən 4 doğru cavab olar. İri feodalların arasında aramsız müharibələrin aparılması, kral hakimiyyətinin güclənməsi doğrudur. Ölkənin hər yerində kral pul vaidinin qəbul olunması, bir yerdən imtina edərək kəndlərin vergin pulla alınması doğrudur. 3-dən 4 A-dır. 66-cı sualda qeyd edilir ki, Xürrəmlər hərəkətinə aiddir. Məqsəd əmlak bərabərliyinə son qoymaq, nail olmaqdır, son qoymaq deyil. Sasanilərlə bağlılığı yoxdur. Əlincə qalası deyildir, bəzi qalasıdır. Mərkəzi müstəqil yeri hakimiyyət tərəfindən yatırılmışdır. Yanlışdır. Burada xilafətin sarsılması ilə nəticələnmişdir. Y uyğundur. Digər sualda Qıpçaq türkü olan Məmlük döyüşçü tərəfindən yaradılmışdır. Müəyyən müddət ərzində Əfqan mənşəli sülalə tərəfindən idarə edilmişdir. Bu təbii ki, Delhi Sultanlığına aiddir. Burada da uyğun cavabımız D variantında verilib. 68-ci sualda qeyd edilir ki, uyğunluğu müəyyən edin. 19-cu əsrin birinci yarısında kəndi qruplar ləğv edilir, mülkədar tabirisi adlanır. Bəli, 1846-dır, bunu götürə bilərik. Kəndlər üzərinə hərbi vergi 1887-ci ilə aiddir, götürmürük. Ali müsəlman silki 1843 olduğundan görə götürürük. 19-cu əsrin ikinci yarısına aiddir. Müvəqqəti mükəlləfiyyətli ləğv edildi. O 1912-13-cü ildə verilən qərara əsasən idi, onu götürmürük. Kəndlər arasında təbəqələşmə gücləndi, yəni təbəqələşmənin güclənməsi götürə bilərik. Məsələn, 1870-ci il saatında, bir də kapitalist münasibətləri 1870-ci il saatına əsasən müəyyən olunur. Deməli, A və BC uyğun cavab olur. A və BC, deməli, burada daha doğrusu AC və BC. AC və BC, deməli, uyğun cavabımız A variantında verilib. Digər 69-cu sualda qeyd edilir ki, cədvələ əsasən Manna hökmdarının fəaliyyətinə aid olan uyğun bəndi müəyyən edin. Azad canişinlərlə mübarizə aparmalı oldu. İranzudan fərqli olaraq. Hər ikisi mübarizə aparır. Biri götürmür. Ulosunu Urartu ilə yaxınlaşmışdı. Götürə bilərik bunu. İranzudan fərqli olaraq. Aşeri İskit hökmdarı İşbaka ilə müttəfiq olmuşdu. Bunu da götürə bilərik. Uali Asur ilə ittifaq qurmuşdu. Uali Asur ittifaq qurmuşdu. Bu ortaq cəhd. Deməli, burada uyğun cavabımız 2 ilə 3'dür. Ulusunu Urartu ilə yaxınlaşmışdı. Aşeri İskit hökmdarı İşbaka ilə müttəfiq olmuşdu. Bunu da götürə bilərik. C variantı. Uyğun cavabda 69-da və 70-ci suala baxsaq. Burada qeyd edilir ki, sxemə uyğun gələn bəndləri müəyyən edin. ABŞ və SSR arasında və Böyük Britaniya Argentina. Böyük Britaniya Argentina arasında böhran Falkland böhranıdır. Deməli, ABŞ-ın SSR arasında Karib böhranıdır. Buna görə uyğun cavabımız C variantında verilib. 71-ci sualda qədim Yunanistan və Roma mədəniyyətinə aid olan uyğunluq gözlənilmişdir. Forum mərkəzi meydan. Mədəniyyətə aid uyğunluq gözlənilmişdir. Hər ikisi üçün ortaq cəhətdir. Biri götürmürük. Afinanın mərkəzi meydanı forum deyildi bu. Forum ümumiyyətlə Romaya aid olan termindir. Amfiteatr, bu da Romaya aid olan termindir. Dekorasiya. Dekorasiya işlənmiş dəri. Yanlışdır. Tragediya, Panteon və Parlion. Mədəniyyətinə aid uyğunluq gözlənilmişdir. Bir dəqiqə baxaq. Uyğunluğu deyir. Demək, forum Afinaya aid deyil. Bunu götürmürük. Amfiteatr döyüşçülərin keçirdiyi tamaşaları göstərdiyi yer doğrudur. Götürürük. Dekorasiya yazı üçün işlənmiş dəri yanlışdır. Tragediya faciə janrında yazmış əsər düzdür. Panteon bütün tanrıların məbədi. Götürə bilərik. Bu da Romaya aid olan termindir. Deməli 2, 4, 5 uyğun cavabımız Y variantı. 72-ci sual Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olduğu dövr. Yəni bunu götürürük 1969-dan 82-ci ilə qədər, 1982-ci ilə qədər tarixi əhatə eləyir. Azıq mağazasının tədqiqat işi 1960-cı il idi.
Paytaxtda dərin özürlər zavodunun istifadə edilməsi 1986-da götürmürük. Milli Azərbaycan qərargahı 1962. İlk konstitusiyası 1921 götürmürük. Burada Kəlbəcər məsələsi idi. 1977-ci ildə aid olan hadisədir. Kəlbəcərlə bağlı niyyətlərinin, ermənilərin niyyətləri alt-üst edildi, bəli. Onun perspektivsizliyini ediləmişdilər və ona görə də belə deyək ki, hansı ki Heydər Əliyev bu işlərə, hansı Kəlbəcər məsələsində bu üstünlüyə, deməli Azərbaycanın üstünlüyünə nail oldu. 72-yə baxırıq və 73-cü suala baxırıq. Xəritədə əksini tapmışdı. Burada görürük ki, Almaniya hücum planı nəzərdə tutulub. Məlum məsələdir, 2-ci Dünya müharibəsinin başlanması deyil, bu Almaniya hücumdur faktiki olaraq. ABŞ-ın Normandiya qoşunu, bəli, ABŞ-ın qoşun çıxarmasıdır. Burada digər dövlətlərin burada Almaniyanın mühasirə almasıdır. Burada açıq şəkildə görə bilirsiniz. Ona görə də burada B variantını uyğun cavab kimi götürərik. 74-cü suala baxırıq. Eylerven diaramı əsasən uyğun bəndləri müəyyən edin. Dövlətin əsasını, deməli, burada Şirvanşah Əbu Tahir, Mərzban Məhəmməd. Dövlətin əsasını qoyan Mərzban Məhəmməd. Deməli, Səlcuqlardan asılı qəbul etmişdi. Bunların heç birinə aid deyil. 10-cu əsrdə hakimiyyətdə olmuşdu, oxşardı. Dövlətin ərazisini cənubda Kür çayına qədər çatmışdı Əbu Tahir. Paytaxt köçürmüşdü. Bu da Əbu Tahirə aiddir. D-Y, A, C olar. D-Y, A və C uyğun cavabımız A variantında verilib 74-cü sualda. Növbəti baxırıq 75-ci suala. 75-ci sualda qeyd edilir ki, Səfəvilər dövlətinin hökmdarı 2-ci İsmayılın fəaliyyətinə aiddir. İstanbul sülhünü 1-ci Abbas bağlayıb. Mərv döyüşünü qələbə nəticəsində dövləti imperiya çevirmişdi, yanlışdır. Dövləti gücləndirmək məqsəddə kütləvi cəza tədbirləri edildi. Bəli, C uyğundur. 76-cı suala baxırıq. Deməli, burada Azərbaycan Xalq Cümhuriyyətində Gəncədə fəaliyyət göstərdiyi dövrə aiddir. Gəncədə fəaliyyət göstərib, deməli, iyun ayından başlayaraq fəaliyyət göstərib, deməli, sentyabr ayına qədər. Müəssər Məclisi 1918-ci ildədir. 1918-ci ilin, deməli, iyunundan başlayır, sentyabr ayına qədər davam edir. İndi burada Müəssər Məclisi 1919-cu ilə aiddir, seçki. Azərbaycan marşının dövlət himni kimi qəbul edilməsi də aid deyil. Azərbaycan vətəndaşlığı 1919-dur. Bakı Dövlət Universiteti 1919-cu ildə götürmürük. Azərbaycan dilinin dövlət dili elan olunması 27 iyun 1918-dir. Uyğun cavabımız C variantında verilir. 77-ci sualda qeyd edilir ki, 2-ci Dünya müharibəsi illərində Azərbaycan mədəniyyətinə aiddir. İsaq Cəfərzadə 2-ci Dünya müharibəsi illərində deyir burada. İsaq Cəfərzadənin rəhbərliyi Qobustan Qayası təsviri 1947 müharibədən sonradır. Koroğlu operası SSR-in dövlət mükafatına layiq görülür. 1940 bunu götürə bilərik. Elmlər Akademiyası 1945-ci ilin mart ayında da götürürük. SSR-in Latin qrafik əlifbasının Kiril əlifbası ilə əvəz edilməsi isə 1940-cı ilə aid olduğu üçün götürürük. AXC ilə bağlı əlifba İslahatı Komissiyası ilə bağlılığı yoxdur bunun. Ona görə də burada 2, 3, 4 A variantı doğru cavab olar 77-də və növbəti 78-ə baxırıq. Xəritədə rəqəmlərlə verilmiş, deməli verilmiş 17-ci əsr şəhərləri müəyyən edin. Dövlətin müqəddəs şəhərlərindən biri sayılır, Ərdəbili götürə bilərik. Xəzər dənizi əsas limanı idi, Bakını götürürük. Deməli Ərdəbildə var, Bakının. Deməli bunu da götürmədik. Səfəvi Osmanlı dövlətləri arasında sülh müqaviləsi, İstanbul müqaviləsi ola bilər, Mərən, Sərab, bunlar aid olan bir məlumat yoxdur. Ona görə C variantıdır. Siyasi iqtisadi cəhətdən ikinci şəhər olunur, bu Təbrizdir. Deməli İsfahandan sonra ikinci Təbrizdir. Çukurşad və Ləbənin mərkəzisi İrəvandır. Bu da var. Deməli uyğun olan C variantıdır. 79-da 30 illik müharibənin dövründə İngiltərəyə aiddir. 30 illik müharibə ümumiyyətlə baş verib 1618-48-ci illərdə. Yəni 1648-ci ilə aiddir.
Uzun müddətli parlamenti 1640-da götürə bilərik. Diktatura rejimi yanlışdır, bu dövrə deyil. Stuartlar sülaləsinin hakimiyyətə gəlməsi 1603 deyil. Şanlı inqilab 1688-də götürmürük. Bir də inqilabın başlanması aiddir. Yəni 1-5 uyğun cavabımız B variantı. Digər deməli 71-ə baxdıq, 70-ə baxdıq. Deməli digər bir suala baxaq. Deməli burada hansıydı? 79-a baxdıq. Axırda burada 80-ci suala baxırıq. Burada qeyd edilir ki, xəritədə ulduzla işarələnmiş dövlətin 19-cu əsr tarixinə aiddir. Almaniya ərazisi verilib, konstitusiya qəbul edilməsi, bəli, Alman konstitusiyası qəbul edildi və eyni zamanda 1871-ci il konstitusiyası qəbul olundu. A variantı düzdür. Burlarla müharibə aparan ingilislərdir. Sənaye sisteminə görə ABŞ-dan öndə idi. 19-cu əsrdə İngiltərə ola bilər və yaxud ABŞ-dan öndə idi. Antant hərbi blokuna Almaniya daxil deyil, Üçlər İttifaqına idi. İlk dəfə Respublika elan olundu 1918-də, götürülmür. Deməli, A uyğundur. 81-ci sualda Monqolların Azərbaycana 1-ci və 2-ci yürüşü aiddir. Yürüşünə aiddir. Cəlaləddinin yürüşü qoşunları 1-ci yürüşdən sonra idi. Müdafiəçisi gücləndirinə görə Gəncə şəhərinə toxunmadı. Gəncə şəhərinə 2-ci yürüşdə tutuldu. İşğalçılar tərəfindən kəşfiyyat xarakterli. Kəşfiyyat 1-ci yürüşdə idi. Eldənizlər dövləti 2-ci yürüşdə olmayıb. Burada 1-ci, 2-ci yürüşə aid oxşarlıq isə Y variantıdır. İstifaçılar Bistra şəhərləri müqaviməti ilə rastlaşdılar. Doğru cavabımız odur. Növbəti sualda cədvələ əsasən uyğun bəndləri müəyyən edin. Axund dövlətindən fərqli olaraq Avropa Xun dövləti 4-cü yüzillikdə yaranmışdı. Hər ikisi 4-cü yüzillikdədir. Qaradənizin şimal sahələrini əhatə edirdi. Bunu Axund dövlətindən fərqli olaraq Avropa Xun. Bəli, bunu götürə bilərik B-ni. Sasanlərlə qələbə qazanmış. Sasanilər ümumiyyətlə Qərbi Hun Sasanlərin müharibə aparmayıb. Yəni bir də A və C variantları yanlışdır. A və C variantı. İndi bir də yalnız B variantı olar. Digər ikinci sualda ikinci Göytürk xaqanlığına fərqli olaraq Uyğur Mərkəzi Əsiyada tayfaları tabi etmişdi. Hər ikisi tabi edib. Deməli 2-də A olan variant yanlışdır. Deməli burada B olmalıdır, 2-də də B. Talas döyüşündə Çinin daxili işlərinə qarışmaq imkanı qazandı. Bəli, Uyğurlara aiddir. Deməli digər türk tayfaları tərəfindən süquta uğradılmışdır. Bunların hər ikisinə aiddir də. İkinci Göytürk dövləti də türk tayfaları tərəfindən süquta. Bu oxşar cəhət olduğu üçün götürmədik. Deməli burada Y uyğun cavab olur. 82-ci sualda da 83-cü suala baxsaq, burada qeyd edilir ki, Osmanlı tarixinə aid 2-ci Bəyazidin fəaliyyətinə aiddir. Konstantinopol mühasirəsi yarımçıq qaldı. Yarımçıq qaldı. Bu 2-ci Bəyazid. Bu İldirim Bəyazidi, 1-ci Bəyazidə aiddir. İspaniyadan qovulan Yahudilərə sığınacaq verdi. Bunu götürə bilərik. Məmlük sultanlıq varlığına son qoydu, Səlimə aiddir. Venesiyalı üzrə qələbə qazandı, doğrudur. Deməli burada olur 2 və 4. 2 və 4 uyğundur. Xronoloji ardıcığı müəyyən edilir. Ağqoyan Kilsə Məclisi 488, 2-ci Vaçə 444, Məzdəkilər Hərəkatının yatırılması 529, Albaniyada paytaxtın Bərdəyə köçürülməsi Vaçənin dövrünədir. Deməli Vaçə hakimiyyətə gəlib. Sonra paytaxtı köçürüb 2 ilə 4, 2 olur, 4 olur. Sonra Ağqoyan Kilsə Məclisi 1-dir və bir də 3, 2, 4, 1, 3 olmalıdır. 85-ci Azərbaycanda yeni daş dövrünə aiddir, Neolit dövrünə. Tacilər qrupu son tunc. Oturaq həyata keçməsini götürə bilərik. Saxsı qabları götürə bilərik. Neolit dövr qəbilə icmasının yaranması üst paleolitdir. Toxadan istifadə edilməsini götürə bilərik. Deməli 2, 3, 5-dir. 86-da Qaraqoyunlu dövlətinə aiddir. Dövlətin yaranmasına Baharlı tayfasının aparıcı rol oynamışdır. Doğrudur. Marağa Təbriz Sultaniyə hülakilərin paytaxtıdır. Əmir Teymurun hücum məruz qalmamışdır. Yanlışdır. Əmir Teymur 1405-ci ildə Qaraqoyunlu dövləti yox idi. Osmanlı dövləti müharibə aparmamışdır. Yanlışdır bu. Müharibə aparmayıb. Oğuz Türkmən sülaləsi tərəfindən süquta uğratmışdır. Bəli. Deyək ki, Ağqoyunlar tərəfindən götürə bilərik. Ona görə də burada uyğun cavabımız olur 1 və 5. Digər 87-ci suala baxırıq. 1-ci millilik qədim Hindistan və Çin. 1 ilə 2 yazıb uyğunlaşdıraq.
Eradan əvvəl 1-ci minilliyə aiddir. Sarsaqlar üsyanı 184 olduğuna görə bizim deməli bizim eranın 2-ci əsrinə aiddir. Burada eradan əvvəl 1-ci minillik deyir. A uyğun deyil. Dəmir emalı Çinə aid eradan əvvəl 6-cı əsrdə. B gedir 2-yə. Xuanxe vadisinin erkən sivilizasiyası 2-ci minilliyə aiddir. Çinə aiddir. 2-ci minilliyə aiddir. Götürmürük. Bir hissəsinin Əhəməni dövlətinin tabeliyinə keçməsi. Deməli, bir hissəsini bunu götürürük Hindistana. Hindistana aiddir. Maurya sülaləsinin hakimiyyətinə son qoyulması. Maurya sülaləsinin hakimiyyətinə son qoyulması. Deməli, bu Hindistana aid götürürük. Yerdən əvvəl 2-ci əsrə aiddir. Deməli, D və B uyğundur. 87-ci sualda və 88-ci suala baxırıq. Burada isə diqqətlə baxıb studiyasiyanı işləyib cavabları yaza bilərsiniz. Burada studiyasiyanı diqqətlə oxuyursunuz və eyni zamanda buradakı digər cavabları rəy bölməsinə də yaza bilərsiniz. Diqqətiniz üçün hər birinizə təşəkkür və minnətdarımızı bildiririk. Sağ olun.